Deməli, horizontallar səslən dik yamacını və kəsmə yüksəkliyini müəyyən edin. Dik yamacı nədir? Bu əvvəlcə horizontala baxıb bu nədir? Təpə. Niyə? Berxştiriklər çölə doğru çəkildi. Buna əsasən mən bilirəm ki, bu təpədir. Daha sonra deyir ki, dik yamacı əgər horizontalın hansı hissəsində horizontallar sıxdırsa, o tərəf dikdir. Horizontal sıx olan hissə dikdir. Buna əsasən də mən bayaq ki, bu azimuta əsasən tapsaq, görərik ki, baxın bu hissə. Baxın bu hissə. Deməli, cənub-qərb hissəsi dikdir. Bax bu hissə cənub-qərb olub. Cənub-qərb hissəsi. Bax bu hissəsi dikdir. Daha sonra deyir ki, bizə kəsmə yüksəkliyi müəyyən edin. Burada bizə verilib 370, AT'yə verilib 340. Əvvəlcə 370-dən 340-ı çıxıram. 370 çıxaq 340 bərabərdir 30. Sonra aralarında neçə dənə kəsmə yüksəkliyi var onu tapıram. 1, 2, 3. Deməli 33-ə böləcəm. 30 bölək 3 bərabərdir 10. Kəsmə yüksəkliyimin 10 olduğunu tapdım. Buna əsasən isə C variantı çıxır. Cənub-qərb 10 metr kəsmə yüksəklik. Dik yamacımız oldu cənub-qərb. Kəsmə yüksəkliyimiz oldu 10 metr.